4 saat yarımdan sonra gəlmişik İsveçrənin Lugano şəhərinə. İtaliya ilə sərhəddir. Qədimi evlər, arxitekturlu binalar, adam baxır sadəcə heyran olur. Və söz nə bilim valla. Dünyanı gəzirəm rubrikasından sizlərlə paylaşdığım gözəl şeylər. Yaşamaq gözəldir, daha da yaxşı yaşamaq ondan da gözəldir. Cənnətdir, hər tərəf İsveçrənin cənnətdir. Mən tez-tez Almaniyaya keçirəm, Fransaya keçirəm. İndi İsveçrənin Lugano şəhərindəyəm. Cənnət, cənnət, cənnət. Və buradan da mənim haqqımı yeyənlərə deyirəm. Arvadlarımızın, qızlarımızın, gəlinlərimizin lişnə əlinə verim. Nə deyim? Mən kimi adamı da incidərlərə, qəhbənin balaları. Qoyun yaşayım da. Nə istəyirəm sizdən? Bircə dəqiqəli İbrahim Nehrəmlinin baldızını qayranın videosunu. Ondan sonra sizinki sizdə, mənimki məndə. Ya da ki, o baldızını qayırır Emin Tağıyev. O, İbrahim Nehrəmli, bir də şöbə müdürü Kürsülü İskəndərov. 3 dənə arvadı qızı qəhbənin bir apşakını yaradın. Daha Cavid Qurbanov, nə bilim, Mübariz Mənsumov, Rəcəb Babaşov. Bunlardan mən heç nə istəmirəm. Nə apşak yaradın, verin mənim haqq hesabımı. Sizinki sizdə, mənimki məndə də. Qoyun gəzim də İsveçrəni. Hələ 4 saat yarım da dala getməliyik. Gedək bir İtalyan pizzasından da yeyək. Düzdür, 10-15 gündür çörək yemirəm. Amma burada pizza yeməyinə dəyər.